Maaşı aldıq, birbaşa rayona istirahətə. Fırlatmayasın ki. Bax, fırladın. Aycan, cavan oğlan. Bəlkə məndən yoldaşlıq eləyəsən, market axtarır. Xanım, mən market zad yeri bilmirəm. Yoldaşçılıqda olmasa adam deyiləm. Yer ged işimlə məşğul. Minnət Dava işinlə məşğul. Arzuyu daxmısan, sən nə işin? Ay, özünü xırda balıq kimi aparma. Səy danışma, çıxa baxma. Mən də dedim ki, heç bir problem yoxdur. Bunu olsa axırda həll Bura edəcəyik. boşsa mən də otura bilərəm. Xanım, görürsən o qədər boş yer var. Get birində əyləş də, gərək məni gəlib burada əyləşəsən. Dəyişətdir də. Sən neyinsən? Sən tutmursan tüyümünü. Xəstə buna da neymi? Ay, qoyunsan sən. Ayıq ol da biraz 1000 dəfə demişəm. Sən nə dəfə demişəm? Dur gedək, dur. Şaka, bir gün vaxt eləyirsən, 2 qaqa Ağşəhərdə normalni gəzir. Səni də bezdirirəm. Telefonum xarab oldu nəsə. Bir də yığa bilərsən görüm zəng gəlir, gəlmir. Xarabdırsa necə biləsən, zəng gəlir yoxsa yox. Gör mən telefon ustasına oxşuyuram. Masazırda bir usta var, nömrəsini veririm, gedib düzəltdirərsən. Gir iş. Neymi? Sən tutmursan ki, bu nömrə istəyib, nömrələşmə istəyib. Neyinsən sən? Bu həyat sənin başına hər oynaşdı sən yenə özünə gəlmədin. Yox, bu nədir? Mən şıqa baxma. Mən də qayıtdım ki, qaqa 100-dən neytral al, benzin itmir ha. Uzun sözün qısası, gəl tanış olaq. Yaxşı, tanış olaq. Gözlə gedim evə, əynimi dəyişim, gəlim oturaq və salidlə çay içək. Gözləyə bilərsən? Bəli, sən niyə gözləmirəm? Xətaydan bura 10 dəqiqəlik yol. Demin təbrik eləyirəm. Özdə başa düşən qızdır. Mən də səni təbrik eləmək istəyirəm. Sən bu qədərimi qoyunsan, hələ qayılmamısan. Nə yalan? Mənim xətaya köçdüyümü neçə nəfər bilir? Sənmiş. Heç kim bilmir. Bəs bu gözəl insan hardan bilir? Hardan bilirsən sən? Ay, hamısı arvadın planıdır. Bunu mən bizim nişanda görmüşəm. O dərəcə oğlum. Bu dəqiqə mən onu alıb saçlarından bax, çərdə sürüm o da bax. Şimdi oğlum. Qaç düşeyim.